Salam, hörmətli izləyicilər, əziz dostlar. Bir neçə məsələ ilə bağlı danışacağıq. Bu gün Milli Məclisdə növbəti bir məsələyə baş verib, növbəti bir tamaşa baş verib. Bilirsiniz, dünən Avropa Birliyi parlamenti qətnamə qəbul edərək siyasi məhbusların dərhal azadlığa buraxılmasını tələb edir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli başda olmaqla əsasən bizim akademik sahədə çalışan siyasi məhbuslarımızın buraxılmasını tələb edir. Bu, Qubad İbadoğlu'ya qarşı qaldırılmış cinayət işinin ləğv olunmasıdır, Bəhruz Səmədova qarşıdır, Əbilova və digər akademik sahədə, elm sahəsində çalışan siyasi məhbuslarla bağlıdır. Eləcə də Azərbaycanda 400 nəfər siyasi məhbusun azad olunmasını tələb edir Avropa Birliyi və eyni zamanda Avropa Birliyi deputatları çağırış edirlər ki, Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq olunsun. Gözləndiyi kimi bu gün deməli Azərbaycan parlamenti, Milli Məclis, bu bizim tumandan çıxan deputatlarımız, saxta millət vəkilləri Avropa Birliyinə, Avropa parlamentinə qarşı bir bəyanat hazırlayıblar. Ağzına gələn danışıqlar, çərənliklər çoxlu, həmişə olduğu kimi. Burada bəzi məsələlər var ki, bu məsələ üçün adamın diqqətini cəlb edir. Deməli, Milli Məclis Avropa Parlamenti, Avropa Birliyini korrupsiyada ittiham edir. Təsəvvür edirsinizmi? Bəyanatda deyilir ki, korrupsiya və rüşvətxorluğun Avropa Parlamentində kök saldığı dəfələrlə sübut olunur. Heç şübhəsiz ki, Avropa Parlamentində, eləcə də Avropa Şurasında, Avropa Birliyinin müxtəlif ölkələrində, Amerika Birləşmiş Ştatlarının kongresində, hətta İngiltərənin Lordlar Palatasında rüşvətxor, korrupsioner, lord və deputatların olduğu məlumdur. Amma bunlar kimdən rüşvət alırlar? Azərbaycan hakimiyyətindən, İlham Əliyevdə. Bu Landramant araşdırması vardı, beynəlxalq jurnalistlərin. Kürü diplomatiyası araşdırması vardı. Kimlər həbs olunur? İlham Əliyevdən rüşvət alan deputatlar həbs olunur. Bu dəqiqə Almaniyada Münhen məhkəməsində 3-4 deputata qarşı ittiham aktı gedir və həmin deputatlar Azərbaycan hakimiyyətinə rüşvət aldıqlarını etiraf ediblər. Etiraf ediblər rüşvət aldıqlarını. Bu, biabırçı araşdırmalar olub Azərbaycan hakimiyyətinin Avropada pul paylaması ilə bağlı. 2012-2017-ci illər ərzində ASRP, bu beynəlxalq araşdırma şəbəkəsidir, jurnalistlərin. Bunlar çoxlu belə rüşvət qalmaqalları, korrupsiya faktları araşdırmışlar ki, Azərbaycan hakimiyyəti rüşvət verir. İtaliyalı deputatlarla bağlı, İspan deputatlarla bağlı. Və Azərbaycan hökuməti bizdən oğrayan, Azərbaycandan oğrayan pulları gətirib bu Avropadakı lotopotulara yedirdi. Və indi də Azərbaycan parlamenti deyir ki, açarıq, sandığı tökərək pambığı, açın tökün, göstərin də korrupsiya falan. Göstərin kimə nə rüşvət verirsiniz, cəsarətin çatmaz, hünərin çatmaz. İlham Əliyev, sən ancaq şantaj edə bilərsən bu məsələdə. Sən göstərə bilməzsən kimə pul verirsən, çünki özünün zibillərini örtbastırılmaqda ötürü gətirib burada pul paylayırsan, yalvarıbsan, xahiş edirsən. Göbək rəqsi oynuyordun Avropa Şurasında. Deputat olduğum vaxtla Asım Mollazadə ilə birlikdə. Yadından çıxdı bunlar. Azərbaycanda isə vəziyyət günü-gündən dəhşətli dərəcədə pisləşir. Bax, indi görürük ki, kənd təsərrüfatı malların idxalı, xaricdən alınması dəhşətli dərəcədə artır. İlham Əliyevin biznesi üçün, İlham Əliyevin ailə biznesinə görə Azərbaycan kənd təsərrüfatının bir çox sahələr, o cümlədən heyvandarlıq məhv olub. Azərbaycan xaricdən alan ətin həcmini artırır. Bax, bir meydan televiziyası son dövrdə oxudum, ən yaxşı qısa araşdırmalardan birini edib. Daha doğrusu maraqlı bir yazı qoyub, ətlə bağlı və hökumətin öz dilinə, Statistika Komitəsinin rəqəmlərini açıqlayıb. 2025-ci ildə xaricdən alınan
heyvanın sayı dəhşətli dərəcədə artıb. Deməli, 42,9 min baş heyvandan 98,1 min başa çatıb. Bir dəfə artıb. Bir dəfə artıb 78 milyon dollar ətə pul vermişik. Kimdən alırıq əti? Monqolistandan alırıq əti, bir də hakimiyyətin olmadığı Somalidən alırıq. Hakimiyyət zad yoxdur. Nədir baş verən? Niyə görə belə baş verir? Azərbaycan hakimiyyəti qəsdən, bilərəkdə, məqsədli şəkildə kiçik fermer təsərrüfatlarını məhv eləməklə məşğuldur. Bax, ona görə ət də bahalaşır, hər şey də bahalaşır. Xüsusən bax, maldarlıq üçün ən münbit olan xırdabaş heyvan saxlamaqdır ki, ən münbit ərazi mərkəzi Aran zonası Azərbaycanda. Hamımız bu risk olan əti dadlı olur, ona əti yaxşı olur. Amma nə baş verir? Orada fermerlər məcburdirlər ki, pambıq əksinlər. Çünki pambıq Əliyev ailəsinin strateji məhsulları siyasındadır. Azərbaycan bütün pambıq zavodları, pambıq təmizləmə zavodları Əliyevlər ailəsinə məxsusdur. Dövlət büdcəsindən pambıqçılığa görə pul ayırır. Hər kilosuna nə qədərsə dövlət dotasiya verir. Dotasiya, pambıqçılıq üçün verilən dotasiya dövlət büdcəsindən gedir. Amma pambığı biz apar veririk Əliyevin şirkətlərinə, Əliyevin zavodlarına. O da ondan pambığı ya xam mal şəklində, ya iplik şəklində xarici satıb milyonlar qazanır. Əvəzində həm Azərbaycanın münbit torpaqları şoranlaşıb, pambıqçılıq ümumiyyətlə bizim kimi ölkələr üçün zərərli bir sahədir, həddindən artıq. Torpaqlar şoranlaşır, həddindən artıq böyük əraziləri zəbt edirlər. Kənd təsərrüfatının digər sahələri üçün faktiki olaraq torpaq sahələri çatışmır, torpaq sahələri qalmır. Və mərkəzi Aran zonasındakı torpaq əkili və bura geniş torpaq sahələri var və heyvandarlığı əsas bazası sayılır. Çünki Dağlıq Qarabağın ətrafındakı ərazilər də İlham Əliyev tərəfindən zəbt olunduğuna görə biz orada heyvandarlıqla məşğul ola bilmirik. Biz dedik də Azərbaycan xalqı. O torpaqların əsl sahibləri, o torpaqların əsl yiyələri orada kənd təsərrüfatına, heyvandarlıqla məşğul ola bilmirlər. Çünki həmin torpaqlar da İlham Əliyevin ailəsi Paşayevlər zəbt ediblər, bir hissəsini də veriblər Ərdoğana birlikdə edirlər. O yerləri zəbt edib oralardan istifadə edirlər. Dabaq xəstəliyi düşdü ölkəyə, heyvanlar sürətlə qırılmaya başladı, amma Azərbaycan hökuməti bu dabaqla mübarizədən ötürü heç bir milli proqram elan eləmədi, heç bir izah edici, maarifləndirici təbliğat aparmadı fermerlər arasında, fermerlər dərmanla təmin eləmədi, dövlət bu sahədə heç bir iş aparmadı. Sanki bunu qoydular, sanki bunu buraxdılar ki, daha da yaygınlaşsın, daha da çoxalsın, daha da çox heyvanlar qırılsın. Bunda məqsəd iki tərəflidir. İlham Əliyev hətta o kəsim yerlərində fəaliyyətini dayandırıb, bazarlarda ətin qiyməti ona görə qalxıb. Burada iki qat qazanır İlham Əliyev. Birincisi, bütün ətin satışını əlində cəmləşdirir. İlham Əliyevin əlindədir, xaricdən gətirilən. Həm diri malqara, həm o kəsilmiş ət, buzlanmış ət İlham Əliyev və İlham Əliyevin şirkətləri tərəfindən ölkəyə gətirildi. Eyni zamanda əhali kənd təsərrüfatı ilə məşğul olmadıqca torpaq sahələrini bu Əliyevin əlində cəmləşir. İlham Əliyevin strateji planı ondan ibarətdir ki, kənd təsərrüfatına xeyir görməyən əhali öz torpaqlarını bunun şirkətlərinə satsınlar. Məqsəd ölkənin bütün münbit torpaqlarına sahib olmaqdır. Onsuz da İlham Əliyev Qafqazın, deyərdim ki, keçmiş SSR-nin ən böyük feodallarından, ən böyük mülkədarlarından biridir. Dəhşətli dərəcədə böyük torpaq sahələri var. Adam Dağlıq Qarabağ tamamilə zəbt edib, Dağlıq Qarabağdan başqa da ölkənin müxtəlif regionlarını tamamilə ələ keçirir. Bu görməmiş ailə, bu görməmiş sülalə. Həm siyasi cəhətdə, həm iqtisadi cəhətdə Azərbaycan xalqını sıxmaqla məşğuldur. Etiraz edən səsləri kəsirlər. Müxalifətdə olmaq qadağandır, jurnalist olmaq qadağandır, etiraz etmək qadağandır, yox demək qadağandır, İlham Əliyevi sevmirəm demək qadağandır. Dünən komediyalar ölkəsində, bu yəni
Sovet dövründə bir veriliş vardı, komediyalar aləminə səyahət və konkret Azərbaycanda. Jurnalistika məhv edilir, müstəqil jurnalistika qadağan olunur. 9 nəfəri xanım olmaqla 30-dan artıq jurnalist həbsdədir. Meydan TV-nin redaksiyası, Meydan TV tam heyəti ilə, Toplum TV tam heyəti ilə, Abcas Media tam heyəti ilə həbsdədir. Ölkənin ən işıqlı, ən populyar, ən cəsarətli jurnalistləri həbsdədir. Dünən İlham Əliyev öz mirzələrdə Azərbaycan mətbuatının 150 illiyi münasibətlə medal paylayıb. Paylayıb, həqiqətən də medal vermir. Jurnalistikaya ümumiyyətlə heç bir aidiyyatı olmayan adamların döşünü bəzəyiblər bu şeyə görə, mirzəliklərinə görə. Şər atdıqlarına görə, insanları böhtan atdıqlarına görə, bu hakimiyyət təbliğ etdiklərinə görə. Dünən medal alan jurnalistlər, dünən İlham Əliyevdən sinəsinə medal taxan jurnalistlər xatırlasınlar ki, yaxşı yadlarını saxlasınlar ki, gələcəkdə özləri, övladları və nəvələri o medallara görə xəcalət çəkəcəklər, utanacaqlar. Və büyüm yazmışam, burada da təkrarlayıram. Siz jurnalist değilsiniz, jurnalistsiniz və sinənizdən astığınız o medal deyil, o zurna medaldır, o zurna asmışsınız. Sinənizə zurna, boynunuza da İlham Əliyevin xaltasını keçirmişsiniz. Və həbsdə olan jurnalistlərə azadlıq tələb edir. Və Azərbaycan xalqını da əmin edirəm ki, bu zülüm çox getməyəcək. Azad mətbuat, söz azadlığı bərpa olunacaq, ölkədə normal hakimiyyət qurulacaqdır. İlham Əliyevin büyüm parlamentin ağzı ilə Avropalılara söyməsi qorxusundan xəbər verir. Həbslər də qorxudan xəbər verir. Ukrayna-Rusiya müharibəsi şübhəsiz Ukraynanın xeyrinə, Avropanın qələbəsindən başa çıxdı. Ondan sonra Putin və Putinin ətrafında olan İlham kimi diktatorların son günü gələcək. O gün uzaqda deyil.